Dünyanın ən böyük iqtisadiyyatına sahib ölkələrin siyahısı açıqlanıb. Qlobal iqtisadiyyatın 2025-ci ildə təxminən 110 trilyon dollar dəyərində olacağı proqnozlaşdırılır. İqtisadiyyat Azın araşdırmasına görə Amerika Birləşmiş Ştatları dünyanın ən böyük iqtisadiyyatı olaraq liderliyini qoruyur. Səhiyyə, texnologiya, maliyyə, daşınmaz əmlak və tikinti sektoru Amerika Birləşmiş Ştatları iqtisadiyyatının əsas dayanıqlarındandır. Sahibkarlıq və əlverişli tənzimləmə mühiti ölkənin üstünlüyünü artırır. Çin 21-ci əsrin sürətlə böyüyən iqtisadiyyatlarından biridir. Texnologiya, istehsal, xidmət və kənd təsərrüfatı əsas sektorlar hesab olunur. Çin həmçinin avtomobil, elektronika və tekstil məhsullarının aparıcı istehsalçısıdır. Almaniya Avropanın ən böyük iqtisadiyyatıdır. Avtomobil sənayesi, maşın qayırma, kimya və əczaçılıq, bərpa olunan enerji sektoru ölkənin əsas inkişaf sahələridir. Xidmət sektoru müdaxilə məhsulunun 70%-ni təşkil edir. Hindistan texnologiya və istehsal sektoru, geniş daxili bazar və rəqəmsal transformasiya təşəbbüsləri Hindistanın inkişafını sürətləndirir. Hökumət xarici sərmayəni və biznes mühitini təşviq edir. Yaponiya yüksək texnologiya, avtomobil və robototexnika sektoru ölkənin əsas inkişaf sahələridir. Yaponiyanın güclü beynəlxalq ticarət əlaqələri və innovasiyalara fokuslanması iqtisadiyyatını inkişaf etdirir.